Mobillik detoks ayaq plastırları. Orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsinə kömək edir. Mübadilə prosesini normallaşdırır, immuniteti gücləndirir. Dərinin elastikliyini artırır, cavanlaşdırır, akneni aradan qaldırır. Çəkinin azalmasına kömək edir. Həzm prosesini yaxşılaşdırır, qəbizlik və mədə narahatlıqlarına kömək edir. Revmatizm, oynaq və onurğa ağrılarına təsirlidir. Məhsulun tərkibində pamuk sirkəsi var, ağac sirkəsi var, turmalin, askarbin turşusu var. Bunların hər biri sağlamlıq üçün faydalı maddələrdir. Məhsulu yatmazdan əvvəl istifadə etmək tövsiyə olunur. Lakin zərurət olduqda gün ərzində də istifadə etmək olar. Hər 12 saatdan bir dəyişdirməklə. Plastırı təmiz yuyulmuş və qurudulmuş dəriyi yapışdırmaq lazımdır. Adətən plastır ayaq altına yapışdırılır. Çünki əsas refleksogen zonalar məhz orada yerləşir. Əgər oynaqlarda və ya əzəlilərdə ağrı varsa, plastır birbaşa ağrılı nahiyəyə yapışdırılır. Ayağın mərkəzinə yerləşdirin, 6 saat sonra çıxardın.